Yaxşı üz istirəm böylərdə. Durduq ayaqla 1-2 kilometr. Ayaqla getdik restorana. Girdik restorana, Türk restoranı idi. Kababdı, supdu, nə bilim, tortdu, piçonludur. Siz necə yedim qızlar? Yəni ürəyin istədiyi kimi yedim. Mən çox qəşəng yedim. Neysə, yedim. Gecə yedim, gecə də qayıtdıq. Durduq, çıxdıq, gəldik evə. Mən başımı qoydum, yatdım, qulaq asım. Başımı qoydum yatmağa. Səhər radələrində, 8 saat radələrində su partlayışı oldu. Kranda su partlayışı. Mən qışqıra, Deniz, hazırlıq, Deniz panikaya. Neysə, krant partladı. Xəstəxana skoru çağırdıq. Skoru gəldi, məni apardı. Naibəni, mamam da işləydi, papa da işləydi. Naibəni də qonşumuz götürdü ki, mamam işdən gələn kimi saat 3-də mamamı verəcək. O partlayan o krant səhər saat 8-də apardılar mənə xəstəxanaya. Doktorlar dedi ki, hər şey yaxşıdır, hələ var. Necə yəni su partlayıb? İndi представить edin qızlar. Səhər saat 8-də partlayan o krant səhərsinə səhər saat 5-də bir sutka yarım. Axşamı 5-ə 17:00-da doğulmuşdu. Necə oldu? O da belə oldu. Demək, mən saat 12 arası başladı sancılarım. Səhər 8-də su partlayan krant başladı 12-də sancılarım. Sancı oldu hələ bir ki, hər 10 dəqiqədən bir neçə saat elə çəkdi. Mən ölürdüm, arıq qız, ölürdüm. Sancılarım başladı bərkiməyə. Qızlar, inanırsınız ki, and dolu Allaha, bir sutkadan çox, hələ bir ki, səhər saat 8-də partlayan şlanq, sabahsı axşam saat 4-ə qədər də hələ bir, 5-də şeyə girmişdim əməliyyata. Mənə gəldilər onurğa şeyimə, iğnə vurdular ki, keçsinlər, doğuzcun. Həkim mənə dedi ki, biz, adı nədir, biz normal doğuşda olacaq. Elizabeth normal pozasında idi. Elə oldu ki, mən uşa dözə bilmirdim. Saat 3-4 radələri idi, abed uşa sabahsı. Yəni ki, ikinci sutkada da yox da. Mən Denizə dedim ki, mən çıxıram xəstəxanadan. Uşa tutmuşdu mənim gic dağlı başım. Mənə gəlir xaratı gicliyim. Dedim, doğmuram. Məni çıxart xəstəxanadan. Başladım xəstəxananın otağında qışqırmağa. Deniz dedi, sakitlər, yazıq Denizə. Belə eləməkdə rəngi ağarmışdı. Üzündəki rəng yox idi. Dedim, yox, doğmuram, çıxart. Yığdım atamı. Söyürəm. Orada həkimləri söyürəm. Atama dedim, gəl məni bu xəstəxanadan çıxart. Mən daha dedim, doğmuram. Papa deyir, qızım qurbanım. Yo, dedim, doğmuram. Mən çıxıram xəstəxanadan. Məni çıxardım. Mənim də həkimim ərəb kişi idi. Kişi gəldi, dedi, Hacıyeva, nə olar, deyir, familiyamda. Hacıyeva, nə olar, deyir, bir dənə baxım. Dedim, yox, mən çıxıram bu xəstəxanadan. Uca görmürəm. Deyir, nə olar, baxmalıyam, riskli. Dedim, yox. Baxmayacaqsa, mən gedirəm. Deniz, məni çıxart. Buradan çıxart, qışqırıram. Həkimlə mənə belə desin, axırda ki, aynı sekundu, bir dəqiqə. Qızlar, bir dəqiqə mənə baxdı, belə elədi. Zufot. Necə çıxdısa otaqdan, Allaha and olsun, ətim biz olur. Məni bir dəqiqə üzərində kesirliyə saldılar. Siz nelə, o mənə baxanda qarnım belə elədi. Belə çəkindi. Uşaq çəkdi özünü dala. Başa düşdünüz? Məni necə gəldilər, saldılar. Necə apardılar, necə keyitdilər, necə kesirliyə saldılar. Həkimin üzünə ağappaq idi. Bir dənə onu görüm ki, Deniz həkimi qışqırır ki, nə olub? Bizə deyin, görək, nə olub? Hadisə nədir də? Mən də orada çığıram özüm ki, nə olub? Deyir, onlar siz sakitləşin, siz olmaz, siz sakitləşin. Heybamını söyürəm, o akuşerkalar var. Dedim, o neynədirsə, o heybamı elədi, dedim, o deyil. Almanca söyürəm. Bilirlər ki, normaldır da o. Gəldim, bir dənə onu bilirəm ki, keydirlər də aşağıda əməliyyatda. Həkim Elizabethi belə tutanda, Elizabeth başladı ağlamağa. Həkim güldü. O qədər xoşbəxt idi ki, uşaq sağlam çıxdı.
Belə elədi. Dedi, əgər atası dedi qaşlarını almırsa, Elizabet'in qaşları dedi atasının qaşlarıdır. Bir də bu qızın ayaqları çox böyük olacaq. Atasının ayağı 46'dır da, uşaq qəbul etmə, estağfurullah, 46'dır. Dedi ki, bu qızın ayaqları böyük olacaq. Ondan sonra Elizabet'in bu sinə sümüyündə belə əyriliyi var idi. O qədər susuz qalıb ki, uşaq. Ondan sonra mən 2 il o uşağı apardım, həkimə getirdim ki, sonra o itdi. Dedilər ki, bir qabırğada, o doğuşda elə olub, bir qabırğa hələ ki, biraz belədir. Yəni, heç bir ziyansızlığı yetişmədi. Niyə? Uşaq da susuz qalıb da, 2 sutka yaxın susuz qalıb. Ondan sonra belə, özü Elizabeth Büsüz nə boydaydı? 3 kilo 900 Elizabeth idi. 3 kilo 956 santi Elizabeth. Həkim mənə dedi ki, mən həyatımda sənin qarın kimi qarın görməmişəm. 3 kilo 9 idi. 3 kilo 900 Elizabeth idi, 56 santi. Ən böyük uşaq Elizabeth olub. 56 yox, 54 santi, sorry. 54 santi. Lüks kiraya təşəkkür. Naibəm olub 3 kilo 90, 52 santi. Elizabeth olub ama 3 kilo 900, çünkü Elizabeth vaxtına da olub. 3 kilo 954 santi. Əkizlər olub ama 3 kilo 61, 50 santi əkizlərin biri, 3 kilo 60. Denias olub 3 kilo 90, 50 santi. Əkizlər də böyük olub. Yəni əkizlər üçün böyük olub. Daliya bura gəl. Qapını ört qapını. Qamqayın. Ne var hamamın qapısını döyürsən? Atom başı qalıb orada. Qlay, qutu çıxsın da, yazıq tuvalette de tuvalete gitmesin. Geçsene çağırırlar. Qapın bağlı gedirlər, ləblə quzan çağır. Çetin idi. Çetin yəni normal. Öyrəşmişdim. Da bunları kaydelemeyin de iyiydi. Kızlara ne diyorsun? Ha? Ha değil mi? Sen yaxşı git. Diyorsun? Ne diyorsun? Dur sokakman ağam. Kalk biraz yukarı görsünler sen. Ne diyorsun kızlara? Ha? Gelip yine tutup sen Ato'nla mara git. Ato'yu da tutup sen de. Sarina çok sağ ol hayatım. Ne diyorsun kızlara? Amin. O bursa söz ne diyorsun? Vaziyet nedir? Sag ich nicht. Niye? Ich will das so. Lüks kiraya teşekkür. Tutulur yine. Az. Deyir düz atasını oxşayır. Götürdüm story'de paylaştım. Gördünüz kopya mənim uşaqlığımdı. Yaxşı get filtrim qaçdı sənə görə. Get dayı. Qaldım filtrsiz. Oğlandı. Oğlan oxşadırsan. Saf sarı. Bundan sonra doğsam oğlan olar. Ay Allah aradı deyirəm. Doğum sonra deyirəm. Yox yardım isti. Onsuz mazlum aparılır. Yaşlı dur. Turist olur. Dur. Çox saxlayayım mən. Sən bloku gedirəm onsuz da. Bundan sonraki yəqin oğlan olacaq. Yo doğmuyorum. Yo, o kitap bağlandı. Gitti. O kitap gitti. Yo. Qabətdir, hə? Allah mənim yerimə. Ay Allah, sənə qurban olun. Əgər mənim nəsibimdə uşaq varsa, mənə vermək istəyirsən. Burada 6800 nəfər qız var. Onların arasında kimin arzusundadırsa, inşallah ne olur onlara ver. Mən istəmirəm. Amin de, qızım da dedi, amin. Mənim yerimə siz doğasın inşallah. Allah haqqı, çünki arzusunda olan qızlar var. Mənə vermə, mən istəmirəm. Şükür mənim varım. Onlara ver. Amin qızım, amin. Amin. Kayama işlemi geziyorum. Naibə alacağım, oxuyacaqsın. Otuğunu alsın. Lazım idi sənə. Qışda marajını. Qızlar, ne onlar yıxarını 2 milyon eləyində? Allah qalmaq istədim, getmək istəmirəm.
Lebleguza burada. Lebleguza tutub demir. Dali niyə demirsən lebleguza? Aminim. Az amin yoxu lebleguza niyə demirsən? Ablaguza. Ha, ay qız, Dalia'nın videosu var idi, 1 milyon tuttu. TikTok sildi də o videonu, bildiniz də, görmüsünüz yoxdur səhifəmdə. Ha, icazə vermədi, az yaşlıdır deyə. Geri mən arxa fonda dayanardım. Mən onun yanında dursaydım, onda bəlkə video bloklanmazdı. Dodağımı rəngləşəndə, hə, o dəqiqə effekt göstərmir. Bilirsiniz niyə? Çünki dodaq qızartıcı var deyə. Aminim. Qızartıcı, dodaq qızartıcı 2-3 dəqiqə sonra qızardır. Bax, məsəl üçün, mən çəkeyim, bura bax. Bax, qızlar. Mənim əllərimin belə dəmərli, belə köbut olmaq əziyyət əlləridir. Eşşək kimi işləməkdən onlara. Vallahi. Nə qədər xlorlarla əl yuyarlar, nə qədər xlorla təmizləyir, nə qədər borq eləyirlər. Bəziləri yazır, kommentlərin altında qızlar yazır ki, Arzu'nun evi elə təmizdir. Təmizçisi vardı, təmiz. Yalansa sən Atabatonun ağzına Vespakin konfeti. Quran haqqı bütün evin püsürünü mən təmizləyirəm. Hər şey özüm eləyirəm. Hər şey özüm eləyirəm. Aminim. Bax, qızarır, görürsünüz, getdikcə qızarır. Ablaguza. Ha, qızışdı, уже qızışdı. Aziyun abi Elizabeth'e görə qulağa gedir. Ablaguza. Təbi gəldi, hə? Təbi gəldi, hə? Ablaguza. Bax, qızarır, görürsünüz, qızlar. Təbi gəldi. Qızlar, siz də xoşlayırsınız saqqız udmağı. Ölürəm də, saqqıza tullamıram ki, mən həmişə uduram. Siz saqqıza tullayırsınız, mən uduram. Bilmirəm, nə heyfim gəlir tullamağı, udmaq xoşlayıram saqqızı. Ləzzət edir, sonra yenə birini götürürəm. Hə, valla, mən saqqızı şey eləmirəm ki, uduram. Ablaguza. Nə bilim, uşaqlıqdandır belə elə o şey. Bir də qarışqa yeməyi xoşlayırdım həmişə. Belə eləyirdim. Belə xırda qarışdalar var, o konfetin üstünə yığılır deyə. Batırırdım belə əlimi. Qarışqaları belə yeyirdim. Xoşum gəlirdi. Abi sənə dadlı limon dadı verir, turşdu özdə. Bir dənə bax. Ziyanı yoxdur ki qarışqanın. Az o ayda batdı şalvarım. Siz mənə haçın xeyir eləmişsiniz, bax. Siz mənə haçın xeyir eləmişsiniz ki? Neyse. Hə, bax, o şokolatın üstünə... Nərgiz, necəsən? Həyatım, şokolatdan deyək, lollipopun üstünə belə xırda-xırda qarışqalar olur, ha. Barmağımı belə yapışdır o qarışqalar arasına barmağı. Belə çeyrək öncə tuşdu. Limon dadı verir. Du kannst das auf Eis machen. Panali çəkməmişəm, şey çəkmişəm, concealer. Vitaminli, dadlıdığına xoşlayıram. Vampir niyə oluram? Xanım, uşaqlıqda qarışqa yeməmişsiniz, nə qədər yemişik qarışqa? Az besdir, Quranlıqda yeməmişsiniz qarışqa. Amma mən çox yemişəm qarışqa. Uşaqlıqda... Ay, yox, ayıb da onu deməyim. İşləyirsən desin. Sabah da gedib onu danışarlar, sən bacım, deyim görəm. Yeməmişsin, iyi vaxt da, indi yeyə bilərsən, nə var ki burada? Fu. Aysa deyirəm də turşdu, limon dadı verir.